Buna da yaxşı baxın. İsraildə şəhərdir. Deməli, adı nədir? Город Рамле. Улицу назвали Армянская церковь. Deməli, Ramle küçəsidir. Yox, Ramle şəhərində, Ramle şəhərindəki küçənin adı Hay kilsəsi, erməni kilsəsi. Bax, bu açılışdır. Yahudi qardaşlarım deyəsən çaşıblar. Əgər bu düzdürsə və baş nazir də deyəsən çaşıb, qardaş, sizi axır min illərlə biz xilas etmişik türklər. Siz Bakı olmasaydı 41-də, 45-də axır sizin dövlət də olmayacaqdı. İsrail olmayacaqdı. Yəni bunu bir düşüncəyici bu Marshall Jukov demiş ki, Bakı olmasa Marshall Jukov qələbə olmayacaqdı. Nə Rusiya, nə Avropa bəlkə də. İsrail ümumiyyətlə tarixdə silinəcəkdi. Yahudi xalqı silinəcəkdi. Bakının sayəsində, yəni Bakı var, İsrail dövləti də quruldu. Yəni Stalin qalib gəldi Bakının sayəsində, Bakının benzini, nöğütü, Bakının xalqı, Azərbaycan xalqının sayəsində nə qədər 400 min adam şəhid olubdu bu Rusiya faşizmə görə. Və Rus faşizmi Alman faşizmindən biz xilas etdik. Bugünsə İsrail o faşizmi biz məhv elədik. İndi İsrail durub Erməniyə abidə qurur, Erməni ilə dostluq edir, Farsla dostluq edir. Qardaş, siz deyəsən bu yaxşı deyil, bu zərbə, bu satqınlıq gözəl deyil. Əgər bu düzdürsə, əgər İsrail Kürdlərə dəstəkdir, Farslara dəstək olur, ermənilərə dəstək olur, Yahudilər, qardaş, bu yaxşı şey deyil, bu yaxşı nəticə verməyəcək. Genə də deyirəm, Bakının sayəsində İsrail Yahudi xalqı yaşayır. İsrail dövləti yaranıbdır. Bunu Marshall Jukov deyirdi. Mən deyirəm, не было бы Баку, сейчас все, вы меня извините, у гитлеровских внуков между ног лежали бы. Все женщины Европы, России и все народы. Запомните, yəni Bakının, deyirəm sizə, yəni olmasaydı Hitlerin nəvələrinin ayaqlarının ortasında indi sizin qadınlarınız, Ruslar, Avropalılar, başqa xalqlar onların ayağının ortasında indi yatmışdınız, sapıqlarını təmizləyirmişdiniz. Ayıbdır, ayıbdır. Yahudi xalqına mən bunu deyirəm, yəni bu düzgün deyil. Yadınızdan çıxıb ki, 1890-da və 1950-yəcən sizin Yahudilərin 33 min Yahudi başı kəsiblər. 1890-dan 50-yəcən Farslar, ermənilər özləri hətta etiraf edib. 33 min Yahudi xalqın başını kəsiblər. 1890-dan 1950-yəcən 33 min Yahudinin başını kəsiblər. Siz bugün orada abidə qurursunuz. Bilmirəm nə qədər bu düzdür. Yəni heç yaxşı deyil. Bax, bu baş nazir də ona görə bu pisdir. Onsuz da dünyanın marağı var ki, Yahudi ilə Türk xalqı məhv olsun. Türkiyə ilə İsrail məhv olsun. Hani ki bir müharibə olsun, ikisi də məhv olsun. Bunu dərk eləmək lazımdır. Dərk eləmək. Burada qalibçi ola bilməz. Nə Türk, nə Yahudi arasında. Qalibçi ola bilməz. Yəni ona görə də bunu xalqlar onu çalışmaq lazımdır, xilas etsin və xalqlar ona uymasınlar. İndi prezidentlərdir, indi araları dəyibsə. Ancaq belə şeyləri açırsınız, edirsiniz, heç gözəl deyil. Yəni mən bilmirəm, Yahudiləri 55 ildir tanıyıram, dostluğumuz olub da. Bugün həmişə biz, nə siz bizi satmışsınız, nə də biz sizi.
və minillərlə bizim imperatorlar Nadir Şahdır, Süleyman Sultandır, e, deməli Şah İsmaildir, Uzun Həsəndir, Teymurdur. Bu imperatorlar hamısı sizin arxanızda durubdur. Siz bugün necə ola bilər belə hərəkət edin? Qarabağ müharibəsində də siz bizim yanımızda oldunuz. Türkiyə ilə bir yerdə, yəni silahlar yeni silah verdiniz. Biz döyüşü qalib gəldik. Yəni indi bu nədir bu? Peşman olmusunuz. Türkü arxadan zərbə vurursan, yəni Yahudi xalqı bu yaxşı deyil. Siz bizdən olmusunuz, biz də sizlənik. Amma lazım deyil bunu aranı pozmaq və belə abidələrdir, nədir?